Təsəvvür edin, bir qatil törətdiyi cinayət yerinə gəlir, bütün sübutları araşdırır və polisə deyir: "Burada heç bir iz yoxdur. Qatili tapmaq qeyri-mümkündür." Bilirsiniz niyə? Çünki qatilin özü elə oradakı baş müstəntiqidir. Bu film senarisi deyil. Bu 25 il boyunca SSR və Ukraynanı lərzəyə salan Sergey Tkaçın real hekayəsidir. Hamı onu Palova manyak kimi tanıyırdı. Amma onun əsl qorxulu tərəfi törətdiyi vəhşiliklər yox, peşəsi idi. Tkaç keçmiş polis kriminalisti idi. O, barmaq izlərinin necə götürüldüyünü, polisin hansı üsullarla axtarış etdiyini mükəmməl bilirdi. O, cinayət yerində itlərin iyi götürməməsi üçün qurbanların bədəninə kimyəvi maddələr və tütün səpirdi. Qatar relslərinin üzəri ilə gəzirdi ki, ayaq izi qalmasın. Amma əsl faciə bilirsiniz nə idi? Polis üzərindəki işi bağlamaq təzyiqinə görə, Tkaçın törətdiyi qətillərə görə tam 9 günahsız insan həbs olundu. Hətta qurbanlardan birinin atası dözməyib həbsxanada intihar etdi. Sistem əsl qatil tapmaq əvəzinə onun oyuncağına çevrilmişdi. Tkaç 2005-ci ildə yaxalananda rəsmi olaraq 37 qətli sübut olundu. Amma o məhkəmədə polislərin üzünə baxıb soyuqqanlıqla güldü və dedi: "Mən 100-dən çox insan öldürmüşəm. Siz sadəcə zəifsiz. Hamısını tapa bilmədiniz." Ən dəhşətlisi isə o həbsdə olarkən 23 yaşlı bir qız ona aşiq olub evləndi və ondan uşaq dünyaya gətirdi. Bəs sizcə bir insanın bu qədər manipulyativ və amansız olmasının arxasında nə dayanır? Fikirlərinizi rəydə yazın və bu qaranlıq dosyaların davamı üçün səhifəni izləməyi unutmayın. Qadınların amansız kabusu Ted Bundy. ABŞ tarixinin ən məşhur seriyalı qatili barədə videonu elə indi Cinayət Dosyası YouTube kanalından izləyin.